Bura Bakıdır. Toy karvanlarının səs-küyü ilə boşanma protokollarının səssizliyinin bir-birinə qarışdığı şəhər. Hamı sevgidən danışır, amma kimsə onu saxlaya bilmir. Niyə? Çünki biz artıq sevmirik, biz istehlak edirik. Günümüzdə sevgi artıq axıcıdır. Ovucumuzda tutmağa çalışdıqca barmaqlarımızın arasından süzülüb gedir. Müasir münasibətlər artıq bir təmir sexi deyil, supermarketdir. Bir vaxtlar insanlar xarab olan münasibətləri düzəltməyə çalışardılar. İndi isə bizə elə gəlir ki, yenisi daha yaxşı olar. Telefon alarkən göstərdiyimiz texniki tələbləri partnyorumuzdan da gözləyirik. Bir balaca nasazlıq gördükdə zəmanət müddəti bitib deyib geri qaytarırıq. Tinder nəsli üçün insan artıq bir şəxsiyyət deyil, sadəcə sürüşdürülən bir şəkildir. Azərbaycanda boşanma statistikası hər il rekord kırır. Niyə? Çünki biz ömürlük sözünün ağırlığını daşıya bilmirik. Gənclərimizdə kütləvi bir öhdəlik qorxusu, commitment fobiya var. Evlənmək artıq bir liman deyil, sanki azadlığın sonudur. Biz mənimizi itirməkdən o qədər qorxuruq ki, biz olmağı bacarmırıq. Əvvəllər ayrılıqların bir çəkisi, bir ağrısı, bir ritualı vardı. İndi isə hər şey bir blok düyməsinin ucundadır. Bir insanı həyatından silmək üçün sadəcə rəqəmsal bir əmr kifayətdir. Heç bir izahat vermədən, heç bir mühakimə etmədən yox oluruq. İnsanları rəqəmsal zibilliyə atırıq və elə bilirik ki, problem həll olurdu. Amma unuduruq ki, blokladığımız hər kəs əslində bizim empatiya qabiliyyətimizin məzarıdır. Ekranlarda hər şey mükəmməldir. Bahalı hədiyyələr, happy anniversary yazıları, süni təbəssümlər. Amma o fotonun kadr arxasında bir-birinə yad olan, danışmağa mövzu tapmayan iki insan var. Biz vitrinləri bəziyirik, daxilimiz isə bomboşdur. Sevgi artıq fədakarlıq deyil, sadəcə bir status göstəricisidir. Əgər bu acı həqiqətlər sizi narahat etdisə, deməli hələ də hiss edə bilirsiniz. Biz burada nağıllar danışmırıq, biz burada parıltılı yalanların pərdəsini qaldırırıq. Əgər siz də hər kəsin qəbul etdiyi normaları mühakimə etmək istəyirsinizsə, mühakimə kanalına abunə olun. Çünki gerçəklər həmişə acıdır, amma onları bilmək sizin tək silahınızdır. Növbəti videoda hansı illüziyanı dağıdaq? Şərhlərdə mühakimə edin.